İranın açıqlama verilib ki, İranın Azərbaycana qarşı açıq və qəsdən təcavüzü ona və regiondakı digər ölkələrə qarşı bu təcavüz tamamilə qəbul edilməzdir. İsrail məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirməkdə qərarlıdır deyə İsrailin Xarici İşlər Nazirinin rəhbəri Gidon Sar öz X hesabında. Deməli, Ceyhun Bayramov Abbas Araqçı ilə telefon danışığı olub, amma onun mənə bir dəqiqə onu da bəli görüm mən. Var onun stenoqrafiyası var. Var buradadır. Aha. Deməli Ceyhun Bayramovla Araqçının telefon danışığı oldu. Azərbaycan İranın Xarici İşlər Naziri Ceyhun Bayramovla Abbas Araqçı arasında telefon danışığı olub. Unikal xəbər verir ki, Naxçıvan Muxtar Respublikasına edilən hücuma toxunan Araqçı bildirib ki, İran silahlı qüvvələri bu məsələ ilə bağlı lazımi araşdırma və təhqiqat aparır. Araqçı eyni zamanda Azərbaycana qarşı siz kameranın üzündəki ifadəyə fikir verin. Hər hansı bir hücumun edilməsini təkzib edib. İran Xin rəhbəri qeyd edib ki, bu iki ölkə arasındakı münasibətləri pozmaq üçün İsrail tərəfindən törədilə bilər. İranın nazir 4 Azərbaycan vətəndaşının yaralanmasından təəssüfləndiyini bildirib. Dostlar, mən bayaq sual verdim. Ərəstin bəy də dedi. İran vurur, Qatar deyil, mən vurmuşam. İran Amerikanı vurur birbaşa, biz bazasını deyil, mən vurur. Gəmisini deyil, mən vurmuşam. Naxçıvanı vurur. Sən demə kameramdan qorxur İran. Deyil, mən vurmamışım. Azərbaycan dövlətinə və xalqına bu qədər nifrət edən o qədər insanlar var imiş ki, bunlar hamısı ifşa olunmalıdır, əziz vətəndaşlar. Biz xalqımıza vaxtında düzgün informasiya verib, onu düzgün istiqamətləndirməliyik. Başqa yol yoxdur bunun. İrana məxsus Şahid 136 dronu Naxçıvan hava limanını vurub. Bəs burada belə bir sual yaranıb. İran Azərbaycanı vurdu mu? Əziz dostlar, sosial media platformalarında yayılan video görüntülərə diqqətlə baxanda Şahid 136 dronunun Naxçıvan hava limanını vurduğunu gördük. Lakin vəziyyət heç də düşünülən kimi deyil. 3 gün əvvəl İngiltərə mətbuatında yayılan məlumatlara əsasən İsrail xüsusi kəşfiyyat orqanları Ərəbistan torpaqlarında terror törətməyə cəhd göstərərkən ərəb kəşfiyyatçıları tərəfindən tutulub. Onlar İranlı əskərlərin geyimlərindən istifadə edərək ərəb torpaqlarında terror törədib bu terror hadisəsini İranın üstünə yıxmağa çalışmaqcaqdılar. Hətta bu barədə Amerika mətbuatında da detallı məlumat yayılmışdı. Eyni senari Türkiyə və Azərbaycan üzərində də oynanılır. İsrail savaşı daha geniş coğrafiyaya yaymaq üçün Azərbaycan və Türkiyəni İranla müharibəyə hazırlaşdırır. Hətta Bakı, Gəncə, Cənub, hər yer Mossadın hədəfidir və İrandan qalxan müəyyən raketlər, dronlar Azərbaycanı vura bilər. Bəs necə ola bilər ki, İranlı əskərlər Azərbaycanı vursun? Əziz dostlar, İranın içərisində minlərlə Mossad agentləri var və bunu yaxın əməliyyatlarda biz müşahidə etmişik. Dostlar, gecənin seyri qalsın, Allah manda olun, var olun. Amma ayıq olun, lütfən ayıq olun. Düşman hiləsinə uymayın, gecənin seyri.